Zəbur 87-ci məzmur. Qorah övladlarının məzmuru. Bir ilahi. Müqəddəs dağlar Rəbbin şəhərinin təməlidir. Yaqubun bütün məskənlərindən çox Siyonun darvazaları onu əzizdir. Ey Allahın şəhəri, haqqında bu şanlı sözləri deyirlər. Məni tanıyanların içindən Rahavın, Babilin adını çəkəcəyəm. Həm də Filişt, Sur, Kuş barədə deyiləcək. Bunlar da bu yerdə doğulub. Bəli, Siyon barədə deyiləcək. Onların hamısı bu yerdə doğulub. Haqq Taala buranı sarsılmaz eləyəcək. Rəbb xalqları siyahıda qeyd eləyəndə yazacaq. Bunlar bu yerdə doğulub. Oxuyanlar, rəqs eləyənlər belə deyəcəklər. Səndə mənim üçün hər cür çeşmə var.